Salam, hörmətli izləyicilər. Bu dəfə mən sizə gənclərin ən böyük problemi olan sızanaqlar haqqında danışacağam. Gənclər üzündə sızanağın olmasından böyük kompleks yaşayırlar. Bu sızanağın əmələ gəlmə səbəbi xüsusi gənəciklər, göbələk infeksiyaları və digər mikroblar olur ki, yağlı dəriyə düşərək bunlar iltihab törədirlər və sızanaq şəklində meydana çıxırlar. Sızanaqları sıxmaq qəti olmaz. Çünki o dərinin daha dərin qatlarına irradiasiya edir, daha böyük şişkinlik, daha böyük qara ləkə və çapıqlar əmələ gələ bilər ki, ömürlük keçməyə bilər bu çapıqlar. İnsanın üzündə çopurluq verə bilər. Sızanaqların həlli mümkündür, çünki törədiciləri məlumdur. Əsas odur ki, üzünüzü gündə 2 dəfə silirsiniz, gigiyenik qaydalara düzgün riayət edirsiniz, yağlılıqdan uzaq durursunuz, duzlu, istiotlu, qızardılmış, qovrulmuş yeməklərdən uzaq durursunuz, allergiya verən yeməklərdən uzaq durursunuz, üzünüzə yağlı kosmetikadan istifadə etmirsiniz. Onun həllini isə əgər özünüz bacarmırsınızsa bizə həvalə edirsiniz.